Bugün sizə kəndimizin ən göstərişli yeməklərindən biri sayılan küftə bozbaş resepti ilə gəlmişəm. İndi isə keçək necə hazırladım ona. İlk öncə quzu ətini yaxşı möhürlədim. Daha sonra içərisinə su və bir baş soğan əlavə edib qaynamağa qoydum. O ərəfədə isə mal əti, quzu quyruq, soğanı ət çəkəndən çəkdim. İçərisinə düyü, duz, istiot, sarı kök əlavə edib yaxşı yoğurdum. Daha sonra küftələri hazırlayarkən hər birinin içərisinə vişnə turşusu əlavə etdim. Bu arada onu deyim ki, ən sonda suya əlavə edərkən də bir dəfə sarı köklü su ilə əlimdə yuvarladım. Quzu əti qaynadıqdan sonra ətləri yığıb içərisinə yenidən bir baş soğan əlavə edib küftələri həmin suda bir burun qaynatdım. Qaynayarkən üzərinə noxud da əlavə etdim. Məndə noxudlar qaynamış noxud olduğu üçün sonda əlavə etdim. Kartofları iri doğrayıb üzərinə əvvəlcədən qaynatdığım quzu ətini, daha sonra küftələri və sonra da qaynatdığım küftənin suyunu süzüb, duz üstü sarı kök qatıb bir burunda qaynatdım. Yeməyin dadı o qədər gözəldir ki, sizə onun dadını ekranda necə ifadə edim düzü bilmirəm. Əgər bu yeməyin dadına baxmamısınızsa, mütləq bircə dəfə də olsa dadına baxın. Artıq yemək hazırdır. Baxan gözləriniz var olsun.